Zita və Gitanın ulduzu Bollywoodun ən böyük alkoqoliki, iki qadınla evli olan əfsanəvi Dharmendra kimdir? Bollywoodun ən böyük super ulduzlarından biri olan Dharmendra 24 noyabrda 89 yaşında dünyasını dəyişib. Ölkə sevilən Hind aktyoru haqqında maraqlı faktları təqdim edir. Dharmendra Hindistan kinosunun ən nüfuzlu şəxsiyyətlərindən biridir. O, karyerasının ilk illərində dünyanın ən yaraşıqlı kişilərindən biri hesab olunurdu. Populyarlığı dövründə seks simvolu hesab edilən Dharmendra'nın 10 milyonlarla qadın fanatları vardı. Tam adı Dharmendra Keval Krishan Deol olan aktyor 1935-ci ildə Hindistanın Pəncəb əyalətinin Nəsrəli kəndindən anadan olub. Kino sənayesinə addım atmaq istəyən Dharmendra gənc yaşlarında Mumbaya getsə də əli boş qayıdır və qazma şirkətində işə düzəlir. Daha sonra Filmfare jurnalında gördüyü Yeni İstedadlar müsabiqəsi üçün 1958-ci ildə yenidən Mumbaya yollanır və ikinci yeri tutur. O 1960-cı ildə cəmi 51 rupi qarşılığında romantik dram filminə çəkilsə də uğursuz olur. 1970-1977-ci illər onun super ulduzluq dövrüdür. O, bu illərdə 4 böyük uğur qazanıb və aktrisa Hema Malini ilə heç cütlük yaradıb. Həmin illərdə onun çəkildiyi Həyat, Ölüm, Sən Gözəlsən, Mən Cavanam və Ədəb Ərkan filmləri yaxşı gəlir gətirir. 1975-ci ildə Dharmendra həmkarı Amitabh Bachchanla birlikdə 2 filmdə rol alıb. Komediya janrında olan Chupke Chupke və döyüş filmi Şolay. Hər ikisi böyük uğur qazanır. Həmin dövrdə sensasiya yaradan Şolay, yəni Qığılcım filmi Hindistan kinoteatrlarında 5 ildən çox fasiləsiz nümayiş etdirilib. Bu film 2001-ci ilə qədər kinoteatrlarda ən uzun müddət nümayiş olunan Hind filmi statusunu qoruyub. 1987-ci ildə cəmi 1 il ərzində Dharmendra'nın 7 filmi çıxır və hamısı böyük uğur qazanır. Onu ulduz kimi tanıdan əsas uğuru Çiçəklər və Daşlar filmi olub. Aktyorun sərt, əzələli bədən quruluşu və döyüş filmlərində çəkilməsi ona Bollywoodun əsl kişisi titulunu qazandırıb. Sonrakı illərdə onun çəkildiyi Əbədi Sevgi hekayəsi də böyük uğur qazanıb. Bu film Böyük Britaniyada rekord məbləğdə satışa çıxarılıb və Sovet İttifaqında film üçün 32 milyon bilet satılıb. O çəkildiyi Əli Baba və 40 Quldur, Rambal Zita və Gita və s. filmlərdə kişilik və qəhrəmanlıq simvoluna çevrilib. Dharm ümumilikdə 300-dən çox filmdə fərqli obrazları canlandırıb. 1990-cı illərin sonlarından etibarən Dharmendra filmlərdə ikinci dərəcəli personajları canlandırmağa başlayıb. Dharmendra 1968-ci ildən 1987-ci ilə qədər Box Office Indiyanın ən yaxşı aktyorlar siyahısında 18 dəfə yer alıb. Aktyor 1997-ci ildə geniş miqyaslı işinə görə nüfuzlu Filmfare Lifetime nailiyyət mükafatına layiq görülüb. 1983-cü ildə Dharmendra böyük qızının adını daşıyan Vijayta Film şirkəti yaradıb və oğulları Sunny və Bobby'ni tanıtmaq üçün külli miqdarda pul xərcləyərək onları filmə çəkib. Aktyor daha sonra öz övladları ilə birgə bir neçə filmdə rol alıb. O, məşhurluğundan faydalanaraq Delhi və başqa şəhərlərdə restoranlar şəbəkəsi açıb. Dharmendra 2004-2009-cu illərdə deputat kimi fəaliyyət göstərib. O, parlament iclaslarına nadir hallarda qatılıb. Bu dövrdə daha çox film çəkməyə və ya firmasında işləməyə üstünlük verdiyinə görə çox saylı tənqidlərə məruz qalıb. Milyonların sevimlisi olan aktyorun ən pis vərdişi içki düşkün olması idi. Bir gündə 12 şüşəyə qədər spirtli içki qəbul etdiyinə görə onu Bollywoodun ən böyük alkoqolik adlandırırdılar. Lakin Dharmendra 2010-cu ildə sağlamlıq qorxusundan içkin atır. O, 2011-ci ildə Got Talent reality şousunun Hindistan versiyasında münsiflik edib. Hindistan kinosuna verdiyi böyük töhfəyə görə Dharmendra 2012-ci ildə ölkəsinin 3-cü ən yüksək mülki mükafatı olan Padma Bhushana layiq görülüb. Hind kinosunun əfsanəsi həyatının son illərində də ekran qarşısında olub. O, 2023, 2024 və 2025-ci illərdə 3 filmdə rol alıb. Onun sonuncu filmi bu il ekranlaşdırılan İqqiz filmi olub. Müharibə mövzulu filmdə Dharmendra Leytenant Arun Keterbalın babası rolunu oynayıb. Filmin nümayişi bu il dekabrın 25-də nəzərdə tutulsa da, Hind kinosunun əfsanəsi sonuncu filmini izləmədən ölüb. Dharmendra 2 dəfə ailəli olub. O, ilk dəfə 19 yaşında müğənni Prakash Karla evlənib. Cütlüyün bu evlilikdən 4 övladı doğulub. Aktyor Bombeyə köçüb kinoya çəkildikdən sonra Hema Malini ilə evlənib. Lakin Dharmendra bu vaxt birinci arvadından boşanmamışdı. Onun 2 qadınla eyni anda evli olması tənqidlərə səbəb olur. Hema Malini həyat yoldaşının birinci arvadından olan uşaqlarına hörmət əlaməti olaraq heç vaxt Dharmendra ilə bir evdə yaşamayıb. Hema ilə evli olsa da Dharmendra birinci arvadı və övladları ilə bir evdə yaşamağa davam edib. Aktyorun Hema Malinidən olan qızları isə həmişə gözlərdən kənarda həyat sürüb. Dharmendra Mumbaydakı evində yaşla bağlı xəstəlikdən vəfat edib. Onun $54 milyon sərvətinin qaldığı bildirilir.